kapitan Rəşad Abdullayev adına 2 sayılı tam orta məktəbin 5B sinif şagirdi Quliyeva Əsma oluram. Bu gün sizə təqdim edəcəyim kitabın adı Rafael Cavagnoli'nin Spartak əsəridir. Artıq mən bu əsəri oxuyub bitirmişəm və əlbəttə ki, əsərin içərisində mənim xoşuma gələn və gəlməyən obrazlar yer tutmaqdadır. Mən istəyirəm ki, bu obrazlar haqqında sizə qısa məlumat verəm və fikirlərimi bildirəm. Mənim sevdiyim obrazlar Spartak, Tit və Pompey idi. Onlar qısa müddətdə xalqın qəhrəmanına çevrilmişdi. Onlar çox cəsur, xeyirxah, ürək açıq, təmkinli, ağıllı obrazlar idi. Mən onlara tövsiyə edirəm ki, hər zaman belə obrazlar olaraq qalsınlar və heç bir zaman dəyişilməsinlər. Çünki onların heç pis bir xüsusiyyəti yox idi. Mənim sevmədiyim obraz isə Sulla idi. O, bir göstəriyə çıxdıqda səhnədə insanlara qoyun demişdi. Məncə bu çox pis bir xüsusiyyətdir və mən onu heç sevmədim. Və bu kitabın axırına kimi Sulla çox pis obraz olaraq davam etdi. Mən ona tövsiyə edirəm ki, insanları gözündə balaca duruma düşürməsin və belə bir obraz olmaqdan əl çəksin. Bu çox pis bir xüsusiyyətdir. Mən istəyərdim ki, o çox mərhəmətli, ağıllı, insanları balaca görməyən və bütün insanlara dostluq edən bir xüsusiyyətlərə sahib olsun. Lakin o belə bir xüsusiyyətlərə sahib deyildi. Dediyimiz kimi mən sevdiyim obrazlar Spartak, Tit və Pompey idi. Onlara demək istəyirəm ki, onlar hər zaman belə xüsusiyyətləri ilə qalsın. Heç bir zaman dəyişilməsinlər. Hər zaman belə təmkinli, ağıllı, ürəyi açıq obrazlar və insanlar olaraq qalsınlar. Lakin Sulla isə özünü dəyişdirsin və insanları balaca görməyindən əl çəksin. Artıq mən bu əsəri oxuyub bitirmişəm və bu əsər haqqında fikirlərimi sizə bildirdim. Tövsiyə edirəm ki, siz də bu əsəri oxuyasınız. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.